Bildiyiniz kimi Naxçıvanda Asəfgahdayıq. Asəfgahın ən axır, ən yüksəkliyində olan yerdəyik. İnsanların burada gəlirlər, insanlar öz inanclarına çatmaq üçün buradan uca Allaha ibadət edirlər və Allahdan öz istəklərini istəyirlər və dualar edirlər. Bildiyiniz kimi bu gözəl bu Asəfgah Naxçıvanda yerləşir. Ona görə Naxçıvan hər zaman öz zənginliyi ilə, öz təbiəti ilə hər zaman öndə olur. Öz yazıçıları ilə, şairləri ilə, qəhrəmanları ilə. Bunlar hamısı Azərbaycandır, Türk yurdudur. Və Türk yurdunda hər zaman böyük, necə deyərlər, mağaralar, inanc yerləri, inam tapan yerlər və insanların qədim tarixə malik olduğunu göstərir. Burada tarixi araşdırmalar aparsan, burada qədim tarixdən xəbər verən bir yer var. Burada insanların məskunlaşması, yaşaması və ziyarət etməsi və tarixi biraz da araşdırsan, burada çox deyərdim ki, zənginlik var, burada çox inanc yeri var, burada çox inam yeri var. Çünki bu gözəlliyi yaradan Allahdır, bu gözəlliyi yaradan, bizlərə yaradan, hər bir gözəlliyi yaradan, bu kainatı, ümumi dünyanı yaradan Cənab Allahdır. Ona görə də bu gözəlliyi görmək hər birinizi istərdik. Bir çək oranı, çək oranı. Görürsən nə gözəldir, bax, dağların gözəlliyinə bax. Bura haradır? Bura haradır? Bura Naxçıvandır. Ona görə eşq olsun Türk yurduna, Türk torpağına və Naxçıvanımıza.